Şagirdlər, bu videoda sizlərlə 14 aprel 2019-cu il tarixində buraxılış imtahanına düşmüş riyaziyyat suallarının izahlarına baxacağıq. İzahlara keçməmişdən öncə qeyd eləyək ki, onlayn və yəni dərslərimiz üçün qeyd etdiyimiz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq suallarımıza. Deməli, birinci sualda bizdən verilib ki, 3x + 5 = 5x + 18 bərabərsizliyin neçə mənfi tam həlli vardır? İlk öncə ədədləri bir tərəfə, dəyişən olan ədədləri isə bir tərəfə keçirsək, alarıq ki, 5 çıxılsın 18 kiçikdir 3x-i sağ tərəfə atsaq, 5x çıxılsın 3x-dən. Və buradan alarıq ki, mənfi 13 kiçikdir 2x-dən. Hər tərəfi 2-yə bölsək, alarıq ki, mənfi 6,5 kiçikdir x-dən. Deməli, verilmiş x mənfi 6,5-dən böyük mənfi tam ədədlər olacaq. Bu da olacaq mənfi 6-dan mənfi 1-ə kimi. Bunlar da ümumi 6 ədəd edir. B variantı. Keçək ikinci suala. Deməli, ikinci sualda bizdən verilib ki, konusun oturacağının radiusu 5 cm şəkil üzərində qeyd olunub. BCO dərəcəsi 30 dərəcədir. Konusun yan səthinin sahəsini tapın. Nədir konusun yan səthinin sahəsi? Qeyd eləyək. Deməli, konusun yan səthinin sahəsi sərgəl yazaq. Deməli, konusun yan səthinin sahəsi S-yan bərabərdir pi r l. Burada l doğrandır. Yəni, burada göstərilən bir l doğrandır. Bax, bu istiqamətə düşür. İndi biz burada deməli, doğranı tapsaq, bu gördüyümüz kimi bir düzbucaqlı üçbucaq verilib, dərəcəsi 30 dərəcədir. 30 dərəcə bucaq qarşısında duran tərəf nədir? 5-dir. Deməli, hipotenuzumuz 10 imiş. Bura 10 imiş. O zaman biz elə artıq burada tapdıq və aparıb verilənləri yerində yaza bilərik. Bərabərdir. Pimiz zaten pi ilə verilib. Pi vurulsun r 5-dir. Vurulsun 5 və vurulsun l-imiz isə 10-dur. Vurulsun 10. Bu da bərabərdir. 50 pi etmiş olar. Doğru cavab kimi bizə verəcək A variantı. Keçək üçüncü suala. Deməli, silsilə ilə bağlı bir sualdır. Deyir, həndəsi silsilədə B1 bərabərdir 2 və Q bərabərdir 3 olarsa, B4-ü tapın. Deməli, B4-ü biz tapmaq üçün B4 bərabərdir. Bilirik ki, B1 və Q-nin ifadə eləsək, B1 vurulsun Q-nin kubu. Düsturumuz bu şəkildədir. Bu da bərabərdir. B1-i verib şərtdə 2 vurulsun 3-ün üstü 3. Bu da bərabərdir. 2 vurulsun 3-ün kubu bizə 27 verəcək. Bu da 2-ni də 27 vuranda doğru cavab kimi mənə verəcək 54. Bu da bizə verilib B variantında. Daha sonra 4-cü suala baxaq. Düzbucaqlının uzunluğu 8 cm, eni isə 7 cm olarsa, onun sahəsini tapın. Bilirik ki, düzbucaqlının çox sadə bir sualı. Düzbucaqlının sahəsi nə idi? Enin uzunluğuna vururduq. A vurulsun B. Bu da bərabərdir. 8-i vuracam 7-yə. Doğru cavab kimi mənə verəcək 56. Doğru cavab verilib D variantında. Keçək 5-ci suala. Deyir, A ilə B-nin cəmi 5 olarsa, A üstə gəlinsin, 10 üstə gəlinsin, B ifadəsinin qiymətini tapın. Burada biz yazsaq ki, toplamların yeri dəyişəndə cəmi dəyişmir. O zaman yaza bilərəm A üstə gəlinsin, B üzərinə gəlinsin 10 bərabərdir. Mənə şərtdə özü A ilə B-nin cəmi 5 verib. Yerinə yazsam 5 üzərinə gəlinsin 10. Bu da mənə 15 verilmiş olacaq. Doğru cavab kimi bizə verilib Y variantında. Sonra keçək 6-cı suala. Deyir ki, cədvəl 10 bərabər hissəyə bölünüb. Ştrixlənmiş hissə bütün düzbucaqlığın neçə faizidir? Deməli, ilk öncə baxsaq ki, burada cədvəl 10 dənə hissəyə bölünübsə, deməli, 10 dənə ümumi hissədir. Neçəsi ştrixlənib? 1, 2, 3, 4, 5, 6 və 7. 7 dənəsi ştrixlənmişdir. Bunun faizini deyirsə, o zaman bu nisbəti mən 100-ə vurmalıyam. Bu da bərabərdir. 10 ilə 100 ixtisar gedər. Burada olar 10. 7-ni 10-a vursaq, edər 70%. Deməli, ümumi 70% təşkil edir. Y variantı. Daha sonra keçək 7-ci suala. Deməli, 7-ci sualda bizdən soruşulur ki, qutbda 7 ağ və 5 qara kürəcik var. Təsadüfən götürülmüş kürəciyin ağ olması hadisəsinin ehtimalını tapın. Ümumi olaraq, deməli, bizim nə qədər kürəciyimiz var? 7 dənə ağdır, 5 dənə qaradır və ümumi olaraq bu 12 dənə olur. Bizdən deyir ki, təsadüfən götürülmüş kürəciyin ağ olması ehtimalı. 12 dənə ümumi kürəcik var və onların içərisində 7 dənə varsa, o zaman 12-də 7 olacaq mənim cavabım. Bu da B variantı verilmişdir. Sonra 8-ci suala baxaq. Deyir ki,
A deməli -4 və B 12 parçasının uc nöqtələridir. Parçanın orta nöqtəsini tapın. Ümumi olaraq qısa belə görsədək, deməli A nöqtəsi buradadır. Bu -4'dür. B nöqtəsi isə bura A'dır. B nöqtəsi isə deyək ki buradadır və bu da 12'dir. Bunun orta nöqtəsi deyərsə, o zaman mən bunları toplayacağam. -4 üzərinə gəlinsin 12 bölünsün 2. Bu da bərabərdir. Sürət eləyəcək -16 bölünsün 2 və bu da bərabərdir -8. Doğru cavab kimizə verəcək? -8. -8 cavablarda amma bu yoxdur. Burada. Üzr sayın, burada səhv elədik. Bu mənfi olduğuna görə burada çıxılır. Mən niyə toplamışım, əstəğfurullah. -4 ilə 12'nin cavabı bizə verəcək. Deməli, böyükdən kiçik çıxacaq 8 verəcək. 8'i də 2'yə bölsək, doğru cavab kimizə verəcək? 4. Bu da A variantında verilmişdir. 9-cu suala baxaq. Deyir ki, kök 4 əsasında kökdə 99 ədədi hansı iki tam ədəd arasında yerləşir? Bilirik ki, deməli 3'ün üstü 4 nəyə bərabərdir? Deməli 81'ə bərabərdir. 81'ə bərabərdir. Bəs 4 üstü 4 nəyə bərabərdir? 4 üstü 4 nəyə bərabərdir? 256'ya bərabərdir. Yəni 99 ilə 81 ilə 256 arasında yerləşirsə, deməli bu 3 ilə 4 arasında bir təxmini bir qiymət çıxacaq. Bu da doğru cavab bizə verib C variantında. Baxaq 10-cu suala. Deməli, bizə verilib ki, x kvadrat çıxılsın 10x üstə gəlsin q bərabər 0 tənliyinin kökləri fərqi 6. Kökləri fərqi 6 nə deməkdir? Yəni bunun 2 kökü var. x1 çıxılsın x2 bərabərdir 6'dır. Deyir ki, tənliyin kökləri olarsa q'nü tap. Biz bilirik ki, q nə idi? Q kökləri hasil idi. Bu da bərabərdir x1 vurulsun x2. Buna bərabər idi. O zaman mən bunu tənliyin özündən də köklərin cəmini bilirəm ki, nəyə bərabərdir? Qeydə görə x1 üzərinə gəlinsin x2 bərabərdir. Kökləri hasili kökləri cəmi bizə mənfi b-ni verildi. B də burada mənfi 10 olduğuna görə edəcək 10. Çünki mənfi b-dir. Bir də mənfi burada olduğuna görə müsbət eləyəcək. Biz buradan həll eləsək, tərəf-tərəfə toplasaq, alarıq ki 2x1 bərabərdir 16. Buradan da x1 alacağım 8. x1 8'dirsə, aparıb tənlikdə yerinə yazsam, mən o zaman x2'ni də alacağım burada 2. Deməli, x1 8'dir, x1 də 8'dir. Deməli, bizdən də bunların hasilini soruşurdu. Bu da bərabərdir 2 vurulsun 8 bərabərdir 16. Doğru cavab kimizə verəcək? Y variantı. Sonra 11-ci suala baxaq. 11-ci sualda loqaritma A əsasdan, loqaritma 4 əsasdan, loqaritma 2 əsasdan x bərabərdir 0 tənliyini həll etdim. Birinci olaraq burada deməli yazırıq ki 6 buradan gəlir 0'ın altına, yəni 0'ın 6'nın qüvvətinə yüksələcək. Olacaq loqaritma 4 əsasdan, loqaritma 2 əsasdan x bərabərdir 6 üstü 0. Biz bilirik ki, ədədin üstü 0 nəyə bərabərdir? 1'ə bərabərdir. O zaman bunun qiyməti olacaq, yəni 1. Daha sonra 1 gələcək 4'ün qüvvətinə, olacaq nə? Loqaritma 2 əsasdan x bərabərdir 4 üstü 1'ə. 4 üstü 1 də 4 deməkdir. Buradan da alıram ki, daha sonra x-i tapmaq üçün x də buradan bərabərdir. 4 gələcək 2'nin qüvvətinə, olacaq nə? 2 üstü 4. 2 üstü 4 də mənə verir nəyi? 16'nı. Doğru cavab kimi olacaq bizdə D variantı. Daha sonra 12-ci suala baxaq. 12-ci sual deyir ki, x və y natural ədədləri üçün x kvadrat çıxılsın y kvadratı bərabərdir 17 olarsa, x kvadrat üstə gəlsin y kvadrat ifadəsinin qiymətini tapın. Biz bunu təbii ki, müxtəsər olduğuna görə x kvadrat çıxılsın y kvadratı necə yazaram? X kvadrat çıxılsın y kvadratı, yəni bunu yazaram. X çıxılsın y üzərinə gəlinsin x. Daha sonra x çıxılsın y vurulsun x üzərinə gəlinsin y. Bu hasil bizə nə verəcək? Bu hasil bizə 17'ni vermiş olacaq. Bilirəm ki, 17 sadə ədəddir. O zaman 17'ni ancaq natural ədədlərdən söhbət getdiyinə görə mən 17'ni ancaq 1 vurulsun 17 kimi yaza bilərəm. Təbii ki, 1 17'dən kiçik olduğuna görə 1'i mənfi çıxma hissəsinə verəcəm. 17'ni isə toplama hissəsinə verəcəm. Yəni, x çıxılsın y bərabərdir 1'ə. X üzərinə gəlinsin y isə bərabərdir 17'yə. Buradan tərəf-tərəfə toplasaq, y-lər gedəcək. Alacaq ki, 2x bərabərdir 18
və buradan x bərabərdir 9. X 9-dursa, gətirib burada yerinə qoysaq, y də 8 tapmış olacaq. Deməli, y 8-dir, x isə 9-dur. Bizdən nə soruşmuşdu? Bizdən bunların kvadratları cəmini soruşmuşdu. O zaman gətirib qoysaq, deməli, 9-un kvadratı 81, üzərinə gəlinsin, y-in kvadratı 64. 81 ilə də 64-ün cəmi mənə verəcək 145-i. Doğru cavab kimi bizə verilib B variantında. Daha sonra, buranı silək, artıq bu suala gəlib keçir həlli. Aha. Daha sonra baxaq 13-cü suala. Deyir, oturacağı dördbucaqlı olan prizmanın neçə üzü var? Deməli, düsturumuz necə idi? Oturacağı dördbucaqlı olan, deməli, en üstə gəlinsin 2 idi. Təbii ki, en burada neçə bucaqlı deyirsə, 10 sayını göstərirdi. Bu da bərabərdir. Deməli, 6-ya. Çünki dördbucaqlı deyirsə, eni yerine 4 duracaq. Doğru cavab kimizə verəcək? D variantı. Daha sonra, bunun şəkli çəkərək də tapa bilərdiniz. Yəni. Amma yəni, düsturu bilirsinizsə, qoyub yerinə şəklini tez tapa bilərsiniz. Keçək 14-cü suala. Deməli, 14-cü sual funksiyasının f(x) bərabərdir k bölünsün x funksiyasının qrafiki 3 mənfi 24 nöqtəsindən keçirsə, f mənfi 6-nı hesablayın. Aha, deməli, bilirik ki, birinci nəyin qiyməti verilir? Birinci x-in qiyməti verilir, daha sonra y-in qiyməti verilir. Yəni, x burada bərabər nəyə? X bərabərdir burada 3-ə, y bərabərdir mənfi 24-ə. Bunu bilək. Aha, bu bizə lazım olacaq. Deməli, y burada f(x)in ifadə eləyir. Yəni, burada gətirib bu qiymətləri mən gətirib burada yerinə yazsam, nə alacam? f(x)in yerinə y olduğuna görə, y nə olur? Mənfi 24-dür. Yəni, mənfi 24 bərabərdir. K-nı bilmirəm. K bölünsün 3. Deməli, bu da 3-dür. Daha sonra, x 3 olduğuna görə. Buradan da mən K-nı tapsam, K bərabərdir. 3 çarpaz vurulacaq mənfi 24. Yəni, 3 vurulsun mənfi 24. Bu da mənə verəcək mənfi 72-ni. Deməli, K-nın qiyməti mənfi 72-dir. K-nın qiyməti 72-dirsə, gətirib yerinə yazsaq, o zaman funksiya olacaq. Yəni, f(x) bərabərdir. O zaman, f(x) bərabərdir. f(x) bərabərdir. Bu f-dir. Niyə belə düşür, bilmədim heç. Bunu biraz səliqəli yazaq. Deməli, buradan yenə nəsə əyilir, bu bilmirəm niyə. f(x) bərabərdir. Deməli, K neçə oldu? Mənfi 72. f(x) bərabərdir. Mənfini də qarşıya versəm, yəni mənfi 72-də, bunu silək, bu şunu. Aha. Deməli, mənfi 72-də 72 bölünsün x yəni. Aha. Bizdən nəyi soruşmuşdu? f(6)nı hesabla. Mən f(6)nı hesablayacamsa, gətirib mənfi 6-nı hesablasam, f-in yerinə mənfi 6 yazsaq, f mənfi 6 bərabərdir. Deməli, mənfi sürətdə 72 bölünsün mənfi 6. Bu da bərabərdir. Mənfini müsbət edəcək. 72-ni də 6-ya biləndə doğru cavab kimi bizə verəcək 12. Açıq sualdır, cavab oldu 12. Daha sonra, baxaq 15-ci suala. 15-ci sualda bizə deyir ki, 1 bölünsün kosinüs 3x üstə gəlsin 1 bərabərdir. 0 tənliyini həll edin. Deməli, nə eləyərik? Biri sağ tərəfə keçirsək, alacaq ki, 1 bölünsün kosinüs 3x bərabərdir mənfi 1. Aha. Deməli, kosinüs 1 bölünsün kosinüs x bərabərdir mənfi 1. Buradan da deməli, çarpaz vursaq, alarıq ki, kosinüs 3x bərabərdir nəyə? Daha doğrusu mənfi kosinüs 3x bərabərdir 1-ə. Yenə mənfiyə vursaq, alacaq ki, hər tərəfi mənfiyə vursaq, alacaq ki, kosinüs 3x bərabərdir mənfi 1-ə. Artıq tənlik formasına gətirdik. Deməli, buradan da 3x bərabərdir, buradan da 3x bərabərdir. Kosinüs mənfi 1 hansı qiymətlərdə alırdı? Deməli, pi bölünsün, daha doğrusu pi bölünsün yox, pi üstə gəlinsin. Pi üstə gəlinsin 2 pi k-da alırdı. 2 pi k-da alırdı. Buradan da x-i tapmamıza görə x də bərabərdir. Hər tərəfi 3 x-in əmsalına böləcək. Pi-ni böləndə 3-ə eləyəcək. Pi bölünsün 3, üzərinə gəlinsin 2 pi k bölünsün 3. Təbii ki, burada k tam ədədlərə daxildir. Doğru cavab kimi bizə verəcək nə? X bərabərdir. Doğru cavabımız olacaq burada. Yuxarıda səliqəli yazaq. X bərabərdir. Pi bölünsün 3. Pi bölünsün 3. Üzərinə gəlinsin 3-də 2 pi k. K daxildir, tam ədədlər. Doğru cavabımız olacaq bu formada. Daha sonra, gələk 16-cı suala.
Deməli 16-cı sualda bizdən soruşulur ki, A üstə gəlinsin 7, üzərinə gəlsin 2A, üzərinə gəlsin 3i. A-nın hansı qiymətində kompleks ədədin arqumenti pi bölünsün 4o olar? Deməli, pi bölünsün arqument nə idi? Bilirdik ki, deməli A üzərinə gəlinsin bi şəklində olan bir kompleks ədəd idi. Burada arqument deməli xəyali hissənin həqiqi hissəyə olan nisbəti və tangent ifadəsi idi. Tangent alfa bərabər idi b bölünsün a-ya. Dedi ki, yəni b burada xəyali i-nin qarşısında duran qiymət idi. İndi burada i-nin qarşısında duran nədir? 2a üstə gəlinsin 3. Yəni 2a üzərinə gəlinsin 3. Yəni sanki b-nin yerində 2a üstə gəlinsin 3 durub, a-nın yerində də a üstə gəlinsin 7 durub. 2a üstə gəlinsin 3 bölünsün, a üstə gəlinsin 7. Bu nəyə bərabər olacaq? Bizə deyir ki, arqumenti pi bölünsün 4 olsun. Yəni tangent pi bölünsün 4 olsun. Biraz da sadələşdirsək, deməli 2a üzərinə gəlinsin 3 bölünsün a üstə gəlinsin 7 bərabərdir. Tangent 45 dərəcə nə alacaq? Çünki pi bölünsün 4 45 dərəcə deməkdir. Tangent 45 dərəcədə isə 1 alır. Çarpaz vursaq alarıq ki, 2a üzərinə gəlinsin 3 bərabərdir. A üstə gəlinsin 7-ni çarpaz bura vursaq olacaq a üstə gəlinsin 7. Və buradan a-ları bir tərəfə, ədədləri bir tərəfə keçirsək a bərabərdir. 7-dən də 3 çıxsaq 4-dür. Deməli a-nın 4 qiymətində arqument pi bölü 4 olar. Doğru cavabımız nə oldu? 4 olmuş oldu. Açıq sualdır. Sonra keçək 17-ci suala. Buranı silək artıq. 17-ci sualda bizdən nə soruşur? Deyir, deməli 10 kosinus kvadrat x üstə gəlsin 2 sinus kvadrat x ifadəsinin ən böyük qiymətini tapın. Deməli ifadəmizin ən böyük qiymətini bizdən soruşursa, birinci mən bunları gətirib sinus kvadrat x-in yerinə 1 çıxılsın eyniliyə görə 1 çıxılsın kosinus kvadrat x yaza bilərəm. Yəni olacaq 10 kosinus kvadratı x üzərinə gəlinsin 2 vurulsun sinus kvadrat x-in yerinə gətirib yazacağım. 1 çıxılsın kosinus kvadratı x. Daha sonra bu da bərabərdir. Vurub açsaq olacaq 10 kosinus kvadratı x üstə gəlinsin 2 çıxılsın 2 kosinus kvadratı x bərabərdir. 10 kosinus kvadratı x-dən 2 kosinus kvadratı x çıxsam qalacaq 8 kosinus kvadratı x üzərinə gəlinsin 2. Deməli ifadəmizin ən böyük qiymətini soruşur. Və bilməli ki, kosinus qiymətlə çoxu nə idi? Mənfi 1 ilə 1 aralığını dəyişirdi. Təbii ki, burada kvadrat olduğuna görə fərq olmayacaq. Yəni heç bir fərq olmayacaq. Çünki mənfi 1 də qoysaq müsbətə çevirəcək. Çünki kvadratikdir. 1 qoysaq da. Təbii ki, ən böyük qiyməti soruşursa, o zaman gətirib yerə qoysaq 1-i deyək. Olacaq nə? 8 vurulsun. 1-in kvadratı üzərinə gəlinsin 2. Bu da bərabərdir. 8-i 1-ə vursaq 8, 2, 10. Deməli, ən böyük qiyməti nə olacaq? Ən böyük qiyməti 10 olmuş olacaq. Sonra baxaq. Deməli, baxaq 18-ci suala. Deməli, deyir ki, çevrəyə uzunluğu 15 sm olan 2 toxan çəkilir. Çevrə və kəsişmə nöqtələri arasındakı məsafə 24 sm olarsa, radiusu tapın. Cavabı santimetrlə qeyd edin. Deməli, biz burada artıq şəkli çəkməliyik. Bunu yaxınlaşdırım. Burada şəkli daha sərgəli çəkək ki, yəni sual budur. Gözünüzlə oxuyun buradan. Deməli, mən bunu yaxınlaşdırım, şəkli daha sərgəli şəkildə çəkə bilək. Deməli, bizdə sual bir də oxuyaq. Çevrəyə uzunluğu 15 sm olan 2 toxana çəkilib. Deməli, bir çevrəmiz var. Yəni, bir dənə çevrəmiz var. Bir dənə çevrə çəkək bu formada. Çevrəyə uzunluğu 15 sm olan 2 toxana çəkilib. Deməli, toxana çəkilmişdir. 2 toxana çəkilib. Yəni, bu şəkil bu formada olacaq. Biri buradan. Deyək ki, bura bir A nöqtəsidir. A nöqtəsindən bir toxana çəkilir və bir də bu daha yaxşı düşmədi. Bu formada. Və deyək ki, bu birinci toxana gəlir burada bir B nöqtəsində kəsişir. Bu isə burada C nöqtəsində bundan kəsişir, yəni toxunur. İndi bizə deyir ki, uzunluğu 15 sm. Yəni, A-dan B-yə olan məsafəmiz 15-dir. Və A-dan C-yə olan məsafəmiz də 15-dir. Verilənləri qeyd edək. Daha sonra deyir ki, çevrə ilə kəsişmə nöqtələri arasındakı məsafə 24 sm olarsa.
çevrə ilə kəsmə nöqtələri arasındakı məsafə. Aha, yəni bu nə deyir? Bu B-dən C-yə olan məsafəmiz 24'tür. Amma bu radius deyil. Yəni bu çünki bura belə bir nöqtə qeyd olunmayıb. Yəni bu radius deyil, bəli. B-dən C-yə olan məsafəmiz 24'tür. Deyək ki, çevrənin mərkəzi olsun 10 mərkəzi. Bilirik ki, buradan bura olan məsafəmiz zaten bizdən radiusu soruşur. Deyirəm radiusu deyil, zaten bizdən radiusu soruşur. Aha, bunu daha da biraz sərgələ çəkək. Buradan olan məsafə isə, bax, buradan olan məsafə radiusdur. Bu R-dir. Eyni ilə buradan burada olan məsafəmiz bizim radiusumuzdur. R-dir. Aha. İndi mən buradan A nöqtəsi ilə O mərkəzini birləşdirsəm, A nöqtəsindən O mərkəzin birləşdirsəm, bunu da sərgələ çəkək ki, aha, birləşdirsəm, deməli, bilərəm ki, bunun kəsmə nöqtəsi, yəni bura bu hissə BC-ni yarıya bölür. Yəni B-dən C-yə 24 idisə, B-dən C-yə 24 idisə, o zaman bura olacaq 12, burada olacaq 12. Və bu AO düz xətti BC ilə kəsişir və bu kəsişmə nöqtəsində isə 90 dərəcə altında kəsişirlər. Yəni 90 dərəcə olur. Təbii ki, buradan diqqətlə fikir versək, burada artıq bir düzbucaqlı üçbucaq əmələ gəlir. Mən onu kənardan görsədim burada. Düzbucaqlı üçbucağa baxın. Düzbucaqlı üçbucağımız olacaq. Baxın bu. Sırf bunu kopyalayıb ki, köçürdürəm bura. Bir düzbucaqlı üçbucaq əmələ gəlir. Bunu daha da yaxşı çəkək ki, bir düzbucaqlı üçbucaq əmələ gəlir. Deməli, bunu tam düzbucaqlı üçbucaq əmələ gəlir. Bu hissəsi 15'dir. Daha sonra bu hissəsi 12'dir. Bizə verilənə görə. Deməli, biz burada nə edəcəyik? Baxın, başqa cür. Buranı 15 bizə veribdir. Aha, bəli, AC bizə 15'dir. Bura nə qədərdir? Daha doğrusu biz aşağıdakını yox, yuxarıdakını kopyalasaq. Baxın, bu hissəni. Buranı yox. Çünki biz buranı, bu hissəni fərqli rənglə görsədim. Baxın, biz buranı, bu üçbucağı diqqət versək, artıq heç bunu sileyim, buna isə ehtiyac olmadı. Çünki burada bir dənə mən 15-ci səhv yer görsətdim orada. Yəni bu üçbucağa fikir versək, aha, deməli burada bu hissə bilirik ki 90 dərəcədir. Bu hissə 90 dərəcədir. Deməli, bu hissə 90 dərəcədirsə, bu hissə 90 dərəcə və burada 90 dərəcədir. Bilirik ki 90 dərəcədir. Bu isə ümumi, yəni bu R ilə bir yerdə, yəni 90 dərəcədir. Aha. Bunu bir ayrı çəksək, daha aydın olması üçün çəksək. Buradan buranı birləşdirək. Bura bilirik ki radiusdur. Artıq bura 12'dir. Bura 12'dir və bura 90 dərəcədir. Bura isə A idi, bura isə B idi. Və burada nə idi? Bura O nöqtəsi idi. Aha. Deməli, bilirəm ki, bura 12'dirsə, bura 15'dirsə, mən Pifagora görə, çünki verilənləri qeyd edirəm. Pifagora görə buranı tapsam, yəni A burada bir K nöqtəsidir. AK-nı tapsam, bu hissə olacaq nə? 15'in kvadratı 225 çıxılsın 12'nin kvadratı 144. Bu da 81 verəcək. 81 nəyin kvadratı? 9'un. Yəni bu hissəm oldu 9. Bura qeyd edirəm. Bu hissəm oldu 9. Ancaq buranı bilmirəm. Burada bir x deyəcəm. Və mən bildirəm ki, hündürlük ilə tərəflər arasında bir əlaqə var idi. 12'nin kvadratı bərabərdir 9 vurulsun x-ə. 9 vurulsun x-ə. Buradan da alıram ki, 144 bərabərdir 9 x-ə. X də bərabərdir nəyə? 144'ü 9'a bölsək, deməli 16 düşəcək. Səhv bilmirəmsə 16 düşəcək. Aha. Yəni bu x oldu bura nə? 16. Artıq bura 16'dırsa, diqqətlə fikir versək, bəs bunun özü də bir dənə düzbucaqdır. Bunun özü də bir düzbucaqlı üçbucaqdır. Yəni mən bu hipotenuzu tapsam, bu eri tapsam, cavabı tapılmışdır. İndi deməli 12'nin kvadratı artıq
Pifaqora bu kiçik bucaq bucağa tətbiq edirəm. 12-nin kvadratı yəni 16-nın kvadratı bərabərdir r-in kvadratına. Buradan da alıram ki 144 üzərinə gəlinsin 256 bərabərdir r-in kvadratına. 400 bərabərdir r-in kvadratına. 400 nəyin kvadratdır? R bərabərdir 20-yə. Deməli bizim radiusumuz 20 imiş. Bizdən də nəyi soruşurdu? Bizdən də radiusu tapın. Radiusumuz oldu 20. Doğru cavab kimi oldu. Bizdə burada 20. Aha. Daha sonra baxaq 19-cu suala. 19-cu sualda deməli kombinezon permütasiya ilə bağlı bir sualdır. Nəsə. Deməli birinci gəlin bunların açılışlarını yazaq. Kənardan qeyd edeyim. Kombinezon 7/3 bu nə deməkdir? Bərabərdir. Yəni 7 faktorial bölünsün 7 çıxılsın 3 faktorial. 7 çıxılsın 3 faktorial. Bir də vurulsun 3 faktorial. Daha sonra bəs permütasiya. Yəni aranjman 7-dən 3 nəyə bərabərdir? Bu isə sadəcə 7 faktorial bölünsün 7 çıxılsın 3 faktorial deməkdir. İndi biz verilənləri burada qeyd eləsək, yəni baxın burada qeyd eləsək, deməli buradan yazıram 7 faktorial bölünsün deməli 7-dən 3 çıxsaq 4 faktorial vurulsun 3 faktorial bölünsün yenə 7 faktorial bölünsün 4 faktorial. 4 faktoriallarımız gedəcək və bizim 7 faktoriallarımız da gedəcək. Qalacaq 1 bölünsün 3 faktorial. Bu da nə deməkdir? 6-da 3 faktorial 6 deməkdir. Yəni 6-da 1. Doğru cavab kimi olacaq bizə nə? 6-da 1. 19-da cavabımız oldu 6-da 1. Sadəcə açılışlarını yazıb sadələşdirdik. Sonra 20-ci suala baxaq. Deyir ki, diaqramla bağlı bir sualdır. Sual kisildək. Deyir diaqramda natural ədədin müxtəlif sadə vurğuları və onların sayı göstərilib. Ədədin natural bölənlərinin sayını tapın. Yəni bu burada saylar göstərilib. Tam düşməyibdir burada. Burası sayıdır. Bu da müxtəlif sadə vurğuların sayı verilmişdir burada. Deməli A ədədi bərabərdir. Deyək ki, ədədimiz olsun bir A ədədi. A ədədi bərabərdir. 2-dən nə qədər verilib? 2-nin üstü 3. 2-dən 3 dənə verilib. Vurulsun. 3-dən nə qədər verilib? 3-dən baxsaq 4 dənə verilib. Və 5-dən nə qədər verilibdir? 5-dən də 6 dənə verilmişdir. Bizdən ədədin natural bölənlərin sayını soruşur. Ədədin natural bölənlərin sayın n bərabərdir. Qüvvətlərin üzərinə 1 gəlib vururduq. Yəni 1 üstə gəlinsin 3, vurulsun 1 üstə gəlinsin 4, vurulsun 1 üstə gəlinsin 6. Bu da bərabərdir. 4 vurulsun 5, vurulsun, bu 5'i biraz sərqəli yazaq. Vurulsun 5, bu da vurulsun 6. Bu da bərabərdir. Daha doğrusu 6 yox, 7. 7. Deməli, bu da bərabərdir. 5, 4 və 5, 20. 20'ni də 7'yə vursaq 140. Deməli, bunun natural bölənlərin sayı 140 imiş. 20'də doğru cavabımız oldu. 140. Daha sonra baxaq buradan 21-ci sual. Deməli, 21-ci sualda görək nə verilib bizə. Sualı yaxınlaşdıraq ki, üzərində işləyəcəm çünki. Deməli, 20-ci sualda bizə deyir ki, ABC 3 bucağında AM9. AM9 verilib. Bura yəni bizə 9 verilib. Daha sonra BM 6 verilib. Bura 6'dır. Sonra BN 5'tir. Yəni bu hissəmiz 5'tir. CN'imiz isə 13'dür. Yəni bu hissəmiz isə 13'dür. Və bizdən soruşur nəyi? Başqa AC'ni soruşur. AC'ni də bilmirəm. AC də bir X tərəfi deyə bilərəm. Bir də MN verib. MN də bizə 7 verib. Başqa bizə nə şərt verilib? Heç bir şey. Sadəcə bunları verilib. Deməli, verilənlərdən mən AC-ni tapa bilərəm. Deməli, biz burada kosinuslar teoremində, bəli, kosinuslar teoremindən istifadə edərək tapa bilərik. Baxın, bu bucaq nədir? Bu bucağa bir alfa desəm, alfa artıq həm
BMN üçbucağının bucağıdır. Həm də ümumi olaraq böyük BAC üçbucağının bucağı olacaq. Yəni mən burada bu tərəfə görə alfanı tapsam, təbii ki, bu tərəfin hər üç tərəfi verilir. Baxın, buranı başqa bir rənglə göstərdim. Baxın, bu üçbucağın artıq, bu üçbucağın yəni bu üçbucağın üç tərəfi verilib. Mən bunun üç tərəfindən istifadə eləyib alfa bucağını tapacağam. Daha sonra alfa bucağını tapandan sonra ümumi üçbucağı tətbiq eləyib oradan da x-i tapmış olacağam. Gəlin tapaq. Baxın, 7-nin kvadratı burada yazaq. 7-nin kvadratı rəngi dəyişim. Hər birini bir rəngdən yazmayaq. Deməli, 7-nin kvadratı bərabərdir. Kosinus teoremi artıq bilirik. Deməli, 7-nin kvadratı bərabərdir. 6-nın kvadratı üzərinə gəlinsin 5-in kvadratı çıxılsın. 2 vurulsun 6 vurulsun 5 vurulsun kosinus alfa. Buradan alıram 7-nin kvadratı 49. 49 bərabərdir. 36 üzərinə gəlinsin 25 çıxılsın 60 kosinus alfa. Buradan deməli 25 ilə 36-nı cəm eləyəcək 61. Yəni mənfi 60 kosinusda sol tərəfə atsaq, yəni 60 kosinus alfa bərabərdir. 49 da sağ tərəfə atsaq, 35 ilə 36 ilə 25-in cəmi 61 elədi. Ondan da 49 çıxsaq 12 bərabər. Yəni kosinus alfa bərabərdir. Kosinus alfa bərabərdir 12 bölünsün 60. Bu nəyə bərabərdir? İxtisar eləsək 12 deməli qalacaq 5-də 1. Sürət və məxrəc deməli 12 ixtisar gedəcək. 5-də 1. Deməli kosinus alfa nədir? Kosinus alfanın qiyməti 5-də 1-dir. İndi mən artıq kosinus alfanın qiymətini bilirəm. Onun ümumi böyük üçbucağa tətbiq edib x tapacaq. X-in kvadratı deməli bərabərdir. Buradan yazaq. X-in kvadratı nəyə bərabərdir? X-in kvadratı bərabərdir. Deməli, ümumi bu tərəfin uzunluğu bizdə 15-dir. Bəs bu tərəfin uzunluğu nədir? 18-dir. Bərabərdir 15-in kvadratı. 15-in kvadratı üzərinə gəlinsin 18-in kvadratı. Çıxılsın 2 vurulsun 15 vurulsun 18 və vurulsun kosinus alfa. Kosinus alfa. Bu tam yerləşmədi bura. Bura oldu. Biz bunu sərgilə yazaq ki, yerləşsin. Çünki tam düşməyəndə nəsə anlaşılmamış olur. Deməli 2 vurulsun 15 vurulsun 18 və vurulsun buradan yazıram kosinus alfa. Deməli bu x-ə görə tapsaq. Deməli x-in kvadratı buradan da bərabərdir. Baxaq. Deməli 15-in kvadratı bizə verəcək 225. Bəs 18-in kvadratına verəcək deməli 324. 324 çıxılsın. 2 vurulsun 15 vurulsun 18. Deməli və bir də gətir buraya yerinə yazaq hələ ki 2 vurulsun 15 2 vurulsun 15 vurulsun 18. Kosinus alfanın yerinə yazacağım 5-də 1. Vurulsun 5-də 1. 5 ilə 15 ixtisar gedəcək. Burada qalacaq 3. Yəni x kvadratı bərabərdir. 225 ilə deməli 324-ün cəmi bizə verəcək 549. 549. Çıxılsın. Artıq burada qaldı. Burada 3 qalmışdı. 2-ni 3-ə vuracağım 6. 6-nı da 18-ə vursam 108. 108. Buradan da x kvadratı bərabərdir. 549-dan 108 çıxsaq, deməli 441 almış olarıq. Buradan da tapsaq x nəyə bərabərdir? 21-ə. Deməli x bərabərdir 21-ə. Bunu daha sərgilə yazım. Nəsə qələm mənim əleyhimə də yazmır nəsə. Bu da bərabərdir 21-ə. Bizdən x-i soruşmuşdu. Doğru cavab kimi tapdım. 21. Sadəcə biraz vaxt aparan sualdır, amma elə də çətin sual deyil. Sadəcə biraz həll üsulu vaxt apara bilər. Sonra baxaq buradan 22-ci sual. Deməli, 22-ci sualda bizə nə soruşur? Deyir ki, müstəvi üzərində olmayan nöqtədən müstəviyə 13 sm və 15 sm uzunluğunda 2 mail çəkilmişdir. Kiçik mailin müstəvi üzərindəki proyeksiyası 5 sm olarsa, böyük mailin müstəvi üzərindəki proyeksiyası tapın. Sadəcə burada çox sadədir. Şəklini çəkib göstərəcək. Baxın, bir müstəvimiz olsun. Sərgilə çəkək. Sərgilə çəkib deyib də lap da.
Eyni şey çəkdim. Belə bir şey olsun. Müstəvi üzərində olmayan nöqtədən. Deyək ki, nöqtəmiz burada olsun. Olmayan nöqtədən bu müstəvi 13 sm və 10. Deməli, buradan olmayan nöqtə deyərsə, aha, bu müstəviyə bir dənə buradan bir hündürlük yendirsək. Bura hündürlük yendirsək. Deməli, bu nöqtədən 13 sm və 15 sm uzunluğa 2 mail çəkilir. Deməli, bir mailimizin uzunluğu bu olsun. Digər mailimizin uzunluğu da bu olsun. Deyək ki, bunun uzunluğu 13 buradır. Bunun uzunluğu 15 də buradır. Və bilir ki, bura bir hündürlükdür. Düz çəkmişəm, oraya hündürlüyü yendirmişəm. Aha, deyək kiçik mailin müstəvi üzərindəki proyeksiyası 5 sm. Proyeksiyası, yəni bu bitişik nəyi? Katet, yəni bu tərəf olacaq 5. Bura 5'dir. Bura 5'dirsə, o zaman mən düzbucaqlı Pifaqora görə taparım ki, bu hündürlük nəyə bərabərdir? Bura 12'yə bərabərdir. O zaman bura oldu 12. Çünki burada bir düzbucaqlı üçbucaq əmələ gəlmişdi. Aha, deməli, ondan da istifadə edib mən bu digər deməli, mailin proyeksiyasını tapa bilərəm. Çünki məndən böyük mailin müstəvi üzərindəki proyeksiyasını soruşur. Onda burada bir x desək, o zaman x nəyə bərabər olacaq? X bərabər olacaq. X bərabərdir 15'in kvadratından çıxacam. 12'nin kvadratı. Deməli, 15'in kvadratı eləyəcək. Buradan yazın bunu aşağıdan. Daha doğrusu sol tərəfdən yazım. Deməli, daha doğrusu x'in kvadratı bərabər olacaq. 15'in kvadratı 225 çıxılsın. 12'nin kvadratı 144. Deməli, x kvadratı bərabərdir 81'ə. X də bərabərdir 9. Deməli, böyük mailin proyeksiyası 9 imiş. Doğru cavabımız oldu. B variant. Daha sonra 9. B variantı nə idi? Sonra, baxaq 23-cü sual. Deməli, bizdən törəmə ilə bağlıdır. Aha, indi artıq törəmə düşmür. Sadəcə burada varsa deyə yenə də izah edək. Bizdən deməli f1'i soruşur. Birinci gəlin f funksiyasının biz törəməsini tapaq. Bərabərdir. Nə verilib? 7x kvadratı üzərinə gəlsin 4 kökdə x. 7x kvadratın törəməsinə verəcək. Qüvvət keçəcək əvvələ. Yəni 2 vurulsun 7 vurulsun x'in qüvvəti artıq 1 azalacaq. Bir də üzərinə gəlsin 4 kökdə x. 4 kökdə x nə deməkdir? 4 qalacaq yerində. Kökdə x'in də törəməsi 1 bölünsün 2 kökdə x deməkdir. Bu da bərabərdir. 2'nin 7'yə vursaq 14 x bura eləyər. Üzərinə gəlsin 2 ilə də 4 qısa gedəcək. Burada qalacaq 2. Yəni 2 bölünsün kökdə x. Bizdən x1'i soruşmuşdu. Harada x varsa bunun yerinə 1 qoyacaq. Bu da bərabərdir. 14 vurulsun 1. Üzərinə gəlinsin 2 bölünsün kökdə 1. Bu da bərabərdir. Deməli, eləyəcək 14. Üzərinə gəlinsin kökdə 1'dən 1 çıxar. 2'ni də 1'ə bölsə 2. Doğru cavab şey olacaq. 16 formada. Daha sonra 24-cü sualda baxaq. Deməli, 24-cü sualda bizdən soruşur ki, verilənlərə əsasən x-i tapın. Deməli, bizdə bu tərəf 2 kökdə 5 verilib, bura 4 verilib, bir də iki bucağımız 30 dərəcə verilib. Aha, deməli, bu bir hündürlükdür bura təbii ki, yəqin. Aha, bura yəqin hündürlükdür, bura h-dır. Nəsə bəlkə də şəkildə bura göstərilməyib, bura bu formada. Aha, deməli, bura h-dır. O zaman mən bunu paralel olaraq burada çəksəm, təbii ki, burada hündürlükdür. Artıq buna bir düzbucaq alınır. Bir bucağımız 30 dərəcədir. O zaman burada digər bucağımız 60'dır. Bunu da qeyd edək, işimizə yarayar. Aha, deməli, bura 2 kökdə 5'dirsə, o zaman burada 2 kökdə 5'dir. Burada 2 kökdə 5'dir. Daha sonra, aha, mən burada, bura 2 kökdə 5'dirsə, bura 2 kökdə 5 əslində yox deyə bilmərik. Çünki bizdən x-i soruşursa, yox, biz bura 2 kökdə 5 deyə bilmərik, xeyr. Biz buradan tapacağıq. Hə, bizdən zaten x-i soruşur. Bura deyə bilmərik, çünki şərtdə heç verilməyib. Hə, deməli, biz burada hündürlük tapsaq, onu da paralel bura köçəcək, tapa bilərik. Baxın, burada bir düzbucaqlı dedik. Deməli, 4'ün kvadratı üzərinə gəlinsin h-ın kvadratı, yəni katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratını verəcək. Yəni 2 kökdə 5'in kvadratını bizə vermiş olacaq. 4'ün kvadratı 16, h-ın kvadratını bilmirəm. Bərabərdir. 2 kökdə 5'in kvadratı bizə verəcək 20. Buradan həll edəsək, h kvadratı bərabərdir. 20'dən 16 çıxsaq 4'ə, o zaman h bərabərdir 2.
Deməli, hündürlüyümüz burada 2-yə bərabər. Bura 2-dirsə, o zaman burada 2 olacaq. Çünki bura paraleldir. Bura 2-dirsə, burada 2 olacaq. O zaman məndən də x-i soruşmuşdu. Aha, все. Deməli, 30 dərəcə buza qarşısında duran katet hipotenusun yarısına bərabərdir. 30 dərəcəyə qarşısında 2 durursa, o zaman 90 qarşısında 4 duracaq. Doğru cavabımız olacaq 4. Daha sonra 25-ci suala baxaq. Deyək ki, y bərabər kökdə deməli, y bərabər 0,2x funksiyasının qrafikini qurun. Deməli, y bərabərdir. Təbii ki, biz bunu tam qura bilməsək də göstərəcəyik. Baxın, y bərabərdir. A üstü x funksiyasının qrafikinə necə? Deməli, təbii ki, burada A sıfırdan böyük şərt olurdu. Deməli, qrafik quranda biz belə göstərirdik. Deməli, bura 1 qeyd eləyirdik. Bu istiqamətdə getdikcə nə olurdu? Formada bir qrafik idi. Yəni, getdikcə artırdı. Aha, indi bizə burada bu A sıfırdan böyük olanlar idi. Bəs yaxşı, A sıfırdan böyük, daha doğrusu, A sıfırdan böyük, A sıfırdan böyük və 1-dən kiçik olan nə olurdu? Yəni, qrafik necə olurdu? 1-dən kiçik olanda isə qrafikimiz bu formada olurdu. Deməli, qrafikimiz bu formada olurdu. Belə bir şey. İndi düzdür, bunu qismən göstəririk. Tam da şəkil oxşamasa, bu formada bir şey olurdu. Bunu tam biraz dəqiq göstərsək, bu formada. Belə bir şey. Bu formada olurdu. İndi biz burada fikir versək, y bərabərdir. Y bərabərdir 0,2 üstü x. Bu nə deməkdir? Bu 5'də 1 üstü x deməkdir. Düzdürmü? Yəni A burada nədir? 1-dən kiçikdir. A 1-dən kiçikdir. İndi biz burada qiymətlər versək, deməli x-ə qiymət verəcəyik və ona uyğun y-ə də qiymət verəcəyik. Baxın, mən x-ə 0 versəm, y-in qiyməti neçə olacaq? Y-in qiyməti 1 olacaq. Çünki 5'də 1-in üstü 0, 1 edəmir. Aha, bu getdi. Sonra x-ə mən 1 versəm, o zaman qiymət nə olacaq? 5'də 1 olacaq. 5'də 1 nə deməkdir? Elə 0,2 deməkdir. Bəs yaxşı, mən x-ə 2 desəm nə olacaq? X-ə 2 desəm, o zaman 5'də 1 üstü 2, bu eləyəcək 25'də 1, bu da 0,4 deməkdir. Yəni, x-in qiyməti artdıqca y-in qiyməti nə olur? Azalır. Bu formada. İndi artıq 3 vermə ehtiyac yoxdur. Bir də mənfiləri verək. Baxın, mənfi 1 versəm, o zaman bu tərsinə çevriləcək olacaq. Nə? 5 olacaq. Bəs yaxşı, mənfi 2 versəm, artıq tərsinə çevrilib kvadrata yüksələcək. Olacaq 25. Aha, bunlar kifayət eləyər. İndi biz qrafiki qursaq, deməli, mən y-yə 5 verdim. Baxın, y-yə bura 5 vermişəm. X-ni salmışam. Mənfi 1. Burada olacaq mənfi 1. Buranı birləşdirək. Aha, bu formada. Daha sonra, mən x-ə 0 verdim. Təbii ki, x-ə 0 verəndə y-yi 1 almışam. Bu ilə bura düşəcək. Bunu yaxınlaşdıraq. Bax, mən x-ə 0 verdim. Y-ni aldı, 1 aldı. O zaman 1-i də bura qeyd edək. Və mən x-ə 2 qiyməti verdim. Y-ni aldım 0,4. Yəni, bu da getdikcə artıq bu qiymətlər olacaq. Yəni, bu formada. X-ə 2 verdim, sonra x-ə mənfi 1 verdim, qeyd elədik. X-ə mənfi 2 verdim, 25. Daha doğrusu, bu daha da yuxarı gedir. Yəni, x-ə mənfi 2 verəndə mənfi 2 bura düşəcək. Y 25 alıb, artıq bu da daha yuxarıda olacaq. Yəni, onu göstərməsə də olur. Zaten bizi qrafik göstərəcək. Aha. Deməli. Deməli, bunu bir dənə silək. Deməli, bəs burada mən belə deyək, x-ə bir dənə qiymət verdim, mənfi 1 verdim və x-ə mənfi 2 verəndə artıq
y 25 qiymətini aldı. Okey, onları yazdıq. Başqa da fiso. Deməli, qrafikimiz artıq bizim baxın bu istiqamətə gələcək, amma burada yəni biz getdikcə azalır. Yəni bu getdikcə yaxınlaşacaq x-ə, yəni 0-a yaxınlaşacaq, amma 0 olmayacaq. Yəni bu istiqamətə gələcək qrafikimiz. Baxın, buradan bu formada gələcək. Tam dəqiq çəkək ki, qrafik bu istiqamətdə gələcək. Bu formada bir şey olacaq, amma bu burada düzü birləşmə kimi görsənir, amma bu burada birləşməyəcək. Yəni bu formada gəlib bir qrafik olmuş olacaq. Yəni burada 2-3 dənə qiymət göstərib formada çəksəz kifayət eləyər. Bu 25-ci sual idi. Artıq bitirdik izahları.